İlk öncə salam İlkin bəy. Salam, hər vaxtınız xeyir. Restoranla bağlı bir-iki sualım olacaq. Buyurun, əlbəttə. Sizcə qonaq gələndə ofisiant ilk öncə nə etməlidir? Maraqlı sualdır. Belə deyim, ofisiant deməzdim mən, masadar deyərdim bizim dildə. İlk öncə qonaq gələndə təbii ki, ofisiant öz növbəsində qonağı salamlamalıdır, xoş gəlmisiniz deməlidir, əyləşdirməlidir, menyu təqdim eləməlidir. İlk öncə məncə bunları eləsə kifayət eləyər. Əgər mətbəxdən zala yemək gecikirsə ilk növbədə nə edilməlidir? Əgər yemək mətbəxdən zala gecikirsə, təbii ki, bu halda birinci qonağa məlumat verilməlidir ki, sizin sifarişiniz bir qədər gecikəcək ki, qoy qonaq arxayın olmasın ki, və sizi öncədən ofisiantları narahat eləməsin ki, yeməyin nə oldu. Ona görə bir addım öndə olub, öncədən qonağı məlumatlandırmaq lazımdır ki, sizin yeməyiniz bir balaca gecikəcək. Və ən maraqlı sual, komanda olaraq kollektiv ilk öncə necə olmalıdır? Komanda olaraq kollektiv əlbəttə ilk öncə bir-birinə qarşı mehriban, təbii ki, menecerdən asılı olan bir şeydir ki, komanda ruhu yaratmalıdır kollektiv arasında. Bir-birinə qarşı mehriban və ən əsası qonaqlara qarşı gülərüz. Bunlar olsa məncə kifayət eləyər. Məlumata görə təşəkkür edirik. Buyurun, buyurun, sağ olun.